Lap yadımdan çıxıb. Ay mama, mən hamiləyim. Mənə ağır işlər görmək olmaz da. Bura gəl ha. İşi düzüb qoşmusunuz ki. Siz niyə belə arxayınsınız ki? Həkim gəlsin, özün hər şeyi açıb danışacaq. Darıxma. Ay gəlinlər, mən də hamilə olmuşam da. Az iş görmək nədir? Mən bunları doğmağa gedəndə yolda maşın xarab oldu. Xəstəxanaya qədər maşını itələmişəm. Buyur bacı, buyur. Bax, Münəvvər xalanın evi buradır. Deyə özləri də həyətdədirlər, gəl. Münəvvər xala, bax bu qız həkimdir. Sənin evi soruşurdu, mən də götürdüm, gəldim. Hə, lap yaxşı. Xoş gəlmisən, ay həkim. Gəlin oturun, çay verim sizə. Mama, budur həkim. Görmürsən? Ha, bu bizim qonşu kətdə qalır, bu. Hə, mənim də özdə düz adımdır. Nədir bu? Pasiyentimdir. Pasiyentim yox, mama, müştərimdir də, mənim salonuma gəlib gedir. Özə bunun büyün saçın qaynaq eləyəcəkdim, aman vermədi. Sizsiz həkim. Nisə? Oyun qurmusunuz mənə? Mama, nə oyun? Siz demədiniz ki, həkim gələcək. Mən bir tanımıram, onu Radik gətirir. Abi, onu nereden tutmuşsana? Nasip, mən yoldaşı ilə mən tanışam. O vaxt eyni adama platmışıq. Yığdım dedim ki, 20 manat göndərəm. Dedi, problem yoxdur, həll eləyirəm. Mən nə bilim, bu Əfruz bacın tanışı çıxacaq. Axır vaxtlar əlimə yatıram, boşa çıxır. Mama, bilirsiniz nətərdir? Bu bilib ki, siz həkim gətirəcəksiniz. Elə bir ki, öz tanışını gətirib həkimə deyilən bizə sırıyır. Qaçır, mama, qaçır. Baba, qaçdı. Doğrudan deyirsən? Yox, sənin zarafatın var. Nisə? Əfruz düz deyir. Ay mama, yalan deyir, mən hamiləyəm. Həkim gəlib bura, baxsın mənə. Baxmaq üçün də aparat lazımdır. Aparat var burada, yoxdur axı. Yalançını vurğun vursun. Düz deyirsən. Onda hazırlaş, gedirik xəstəxanaya.